Sizcə Ermənistanda etnik azlıqlar varmı? Yəni ayrı-ayrı xalqların nümayəndələri yaşayırmı? Ümumiyyətlə o düzdür ki, Ermənistan az qala monoetnik dövlətdir və ümumilikdə etnik azlıqlar Ermənistanın ümumi əhalisinin 2%-ə qədərini təşkil edir. Ancaq buna baxmayaraq Ermənistanda xırda azlıqlar vardır və bunlardan ilk 5-ini sizin nəzərinizə çatdırıram. 5-ci yer Yunanlılar 365 nəfərdilər. 4-cü yer Ukraynalılar. Bunların sayı ümumilikdə Ermənistanda 1000 nəfərə qədərdir. 3-cü yer Assuriyalılar. Bunların ümumi sayı Ermənistanda 2754 nəfərdir. Və ikinci yer Ruslardır ki, bunlar 14 min nəfərdir. Lakin bu Ukrayna müharibəsi başlayandan sonra bura xeyli Ruslar da qaçıb gəlmişlər və bunların sayının artma tendensiyası da var. Və ən nəhayət birinci yerdə isə Yezidi Kürtləri durur ki, bunların sayı 31 min nəfərdir. Bir də bir məsələni mən sizə deyim ki, Kürtlərin sayı Ermənistanda biraz da dəyişmişdir. Məsələn, Ermənistanın ümumi fəaliyyəti müstəqilliyi dövründə bu etnik azlıqların sayı azalmağa doğru getmişdir. Rusları bu məsələdə çıxıram.